Salam, hər vaxtınız xeyir olsun. Elvin, sən də nətərsən? Necəsən? Hardayıq? Eşitmirsən, səsi gəlmir. Sənə deyirəm ki, sənə də mikrofon olaq. Sənə də danışım. Amma almırsan. Dəyərli izləyicilər, Mərdəkandayam. Mərdəkan körpüsünün yanında. Körpüyə yaxın bir ərazidə. Burada məktəb var. 232-dir, bilmirəm, dəqiq bilmirəm. Məktəbə yaxın bir ərazi. Sağ tərəfimiz bu yol gedib çıxır Qala yoluna. Hansı ki, Araz market açıblar orada təzə. Düz o Araz marketin qarşısına. Sol tərəfdən gedirik, bir dənə də sağa dönürük, düz çıxırıq mərkəzi yol. Hansı ki, Mərdəkan körpüsünün yanına çıxan yola. Mərkəzi yola. Dəyərli izləyicilərimiz, bu evi sizə ürək açıqlığı ilə təqdim etməyə başlayıram. Niyə görə? Çünki gəzmişəm, görmüşəm, sahibi ilə söhbət eləmişəm. Burada nə işlər görüblərsə, hamısı ilə tanış oldum, sonra təqdimata başladım. Bütöv olaraq hasarlar. Hamısı betonla tökülüb, üstünə kəmər verilib. Ev, monolit beton, yeri, yerdən 3 daş hündürdə, arakəsmə, monolit beton, tavan, monolit beton, izolyasiya, sonra dam örtüyü vurulub üstünə, profmastil, dəmirdən. 6,5 sotun içərisində inşa olunub bu ev. Ümumi olaraq 300 kvadratdır. 300 kvadrat. Yaşayış sahəsi Kupçada az göstərilib, amma eyvanlarla bütöv olaraq 300 kvadratdan bəlkə də çoxdur. 6 otaqlıdır. 5 yataq otağı var evin. Yuxarıda 4 yataq otağı, birinci mərtəbədə 1 yataq otağı, mətbəx, qonaq otağı, çamaşırxana və sanitar qovşağı təqdim eləyəcəm, göstərəcəm sizlərə. Elvin, səndən bir dənə xahiş eləyim. Evin bütöv olaraq hər tərəfindən fırlan, bax oradan çıx. Gözləyirəm. Həyətdə orada sanitar qovşağı var, arxada, o da göstər. Evin qarşısında, mətbəxin qarşısında, söhbətgahın qarşısında 4 metrənin 8 metrəyə olan filtrli hovuz, bir dənə də burada balaca çıqqılı, lap balaca uşaqlar üçün, çimmək üçün belə bir cakkuzi kimi hovuzun içərisində hovuz inşa olunub. Yaşıllıq göz qabağındaydı, gördünüz hamısını. Söhbətgaha keçək. Söhbətgah isti döşəmə təmir olunub. Mebel birinci mərtəbə yığılıb, qaz sobası qoyulub, su hövzəsi 2 gözlü qoyulub, aspirator qoyulub. Dəyərli izləyicilər, mebel ikinci mərtəbədə olacaq, sifariş verilib. Bir də ki, bu kombi aparatı buranındır, bu da dolabın içərisinə yığılacaq. Əlavə olaraq, söhbətgahın qabağında, qarşısında belə bir ocaqlıq var. Hansı ki, oturub burada istirahət eləməyə və yaxud da qazanı qoyursan bura, oturursan burada elə özü üçün. Manqal var ha, manqal da var. Söhbətgahın yanında manqal var. Su hövzəsi ayrıca, ondan əlavə olaraq bura çəkilib ayrıca. 6 dolabdır, hamısı yığılıb. Avtomatik olaraq pultla təchiz olmuş darvaza. Piyada keçid qapısı. Bu darvazadan əlavə olaraq isə qarajın özünün avtomatik olaraq darvazası var. Bəli, qarajın özünün, deyəcəm, qarajın özündə avtomatik olaraq darvazası var. Bundan əlavə olaraq, orada açılsa, bura 2 dənə maşın yan-yana belə durar, düzdür. Belə də bir dənə böyük maşın düz girər. Əsas məsələ, əziz izləyicilərimiz, ev sahibi 120 min manata qədər şəhərdən, köhnə binalardan ev götürə bilər. Və yaxud da 100 min, 120 min manata qədər maşın olsa götürə bilər. Qalanı isə əlbəttə ki, bazarlıq eləyib bu evin qiymətindən sonra danışmaq lazımdır. Bu evin qiyməti bugünkü gündə ev sahibi tərəfindən 545 min manata başlanğıc olaraq sizlərə bizi tərəfindən təklif olunur, amma ev sahibinin dediyi qiymətdir.
Qazı, suyu, işığı hamısı var, mövcuddur. Küçədə telefon xətti, internet xətti də var. İnternet evin içərisinə çəkilib, hazırdır. Bu qonaq otağının qarşısındakı olan eyvandır. Yuxarıda zaten 2-ci mərtəbədə bütün yataq otaqlarının eyvanı var. Keçirik evin daxilinə. Evin daxilinə keçən kimi sağ tərəf bütöv olaraq aynadır. Burada da olacaq inşallah. Sol tərəf bütün dolab düz tavana qədər. Hətta dolabların salafanları üstündədir. Çıxarmayıblar. Birinci keçirəm qonaq otağına. Bəzi çatışmayan şeylər var. Onlar hamısı olunacaq inşallah. Qoyulacaq elə. TV stand. Bütöv olaraq isti döşəmə. Pilləkənin altı kombi. Böyük geniş kombi. Bir də ki, burada istilik sistemləri bura yığılıb. Gəl bura, gəl. Bunu da göstər. Çamaşırxana. Birinci mərtəbənin ümumi sanitar qovşağı yanır. Duş kabini geniş. Birinci mərtəbədə yerləşən yataq otağı arxa əsas budur. Tam demək olar ki, hasara baxmır. Yaşıllıq və orada şam ağacları var. Elvin onsa əziyyətini çəkdi, fırlandı, göstərdi. Mənə deyir ki, əziyyət çəkmişəm, göstərmişəm də denən. Buyurun, burada mətbəx. Mətbəx otağı. Olacaq, hamısı bunlar olacaq. Burada qab yuyan maşınların yeridir, düzəldiləcəklər. Mebel ustaları gələcəklər, bəzi çatışmayan şeylər var, onlar da düzəldəcəklər inşallah. Xeyirlisi. Qalxaq 2-ci mərtəbəyə. Bitdi. Həyət 1-ci mərtəbə bitdi. Getdik. Ya Allah, qorxuram. Bayaq yıxılmışdım pilləkənin qalxanda. İndi biraz ehtiyatla qalxıram. Pilləkən qəfəsindən qonşunun həyəti görünür. Maşallah. Meyvə ağaclarına bax. Allah xeyirli eləsin. Bol meyvələr. 2-ci mərtəbə monolit beton. Tavan da monolit betondur. Wi-Fi aparatı 2-ci mərtəbənin özünün ayrıca, 1-ci mərtəbənin ayrıca modem. Bir də həyətdə var. Qalxan kimi 1-ci yataq otağı. İkinci yataq otağı. Yataq otağının qarşısında olan eyvan. Yataq otağının daxilində olan qardirob otağı. Düz tavana qədər mebel yığılıb və daxilində sanitar qovşağı. Ümumi sanitar qovşağı. Yataq otağı. Maşallah, yataq otaqları hamısı genişdir. Çox qəşəngdir. Bir də sonuncu yataq otağı. Burada da yataq otağının qarşısında eyvanı var. Yox, bayaq vurdum, yanmadı. Lampiska taxmayıblar bura. Elvin müəllim. Həmişə elə şeylərə fikir verirsən. Ya güzgünün işığı yandırmamsan, yandır. Ya da ki, buraları yandırmamsan, yandır. Dəyərli izləyicilərimiz, yoruldum. Bugün neçənci çəkilişimizdir? 4. Allah xeyir versin. Hər gün 21:00-da bizim paylaşımımız olacaq inşallah. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.